Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun. Çətinliklərə təslim olma 2. Maddi inkişaf mənəvi inkişafla birlikdə olduğu zaman tamdır. Qanadlarından biri zədəli olan quş göylərdə çox qala bilmədiyi kimi, tək tərəfli inkişaf edən insanların uğur yolunda natamamlığı qaçınılmazdır. Bir işdə uğur qazanmağın əsas səbəblərindən biri həmin işdən tez soyuyub yarıda buraxmamaqdır. İnsan gördüyü işdən o zaman soyuyur ki, həmin işin nəticəsi gecikir. Keçmişdə yaşadığın hadisələr səni yaşadığın real hadisələrdən daha çox xoşbəxt edə bilirsə, real yaşadıkların keçmişdəkilərindən dəyərsizdir deməkdir. Əslində aldıqlarımızı xərclədiyimiz pullarla almırıq. Xərclədiyimiz pulları qazanmaq üçün sərf etdiyimiz anlarımız və həyatımızla alırıq. İnsanın beynində özü üçün qoyduğu maneələr dünyada qarşısına çəkilən sərhədlərdən və başqalarının ona qarşı etdiyi pisliklərdən daha zərərlidir.